Paris'e bir getirdim. Orada değil. Kim diyeyim onu sana? Sualıma cevap vereceksen. Onu mənə heç kim deməyib. Ve sonra bu ne sual verirsen. Sən niyə narahat olursan ki? Bəli. Ben narahat olurum. Ona sözle deyirsən ki, elə sir var ki, onu ne oğlu ne de atası demeyecek. Ne baş verir mənim aləmdə demərəm. Narahat olmamalıyam. Fariz nəsə deyir. Fariz mən heç nə deməyib. O nə deyirsə nə deyir. Fariz mənə deyir ki, Bilmirəm. Amma Fariz də nə deyirsə, sən özün günahkar adamlar kimi aparırsan. narahatçılığın elə buna görə deyil. Yox. Ne olur bəs? Mən yuxumda görmüşəm ki, Larisa Bilgəndədir. Yalan işi. Aydın. Добрый день. До скорой встречи. Всего хорошего. До встречи. Tamam ama dedim. Uçaqsan mən. Счастливого пути. Gel bu söhbəti uzatmayaq Dilarə. Я могу чем-нибудь помочь? Да светит твой Davamlı путь sənin сильнее. növbəti yuxumu görəndən sonra eləyərik. Gecən xeyrə qalsın. Bizə baxın, çünki gecə saatlarında və baş vermiş hadisələrdən tam yerində və nazım olan şəkildə şəhərlərimizdə xəbərlər təqdim edəcəm sizə. Bundan əlavə xüsusi reportajlarımız var, əyləncəli müharibələrində xəbərlərimiz var. Bunu çox gözəl bilirsiniz. Eğer bu yıl
gözəl keçirmənizə səbəb olacaq. Materiallarımız var, amma əvvəlcə təklif edirəm ki, ötən günə nəzər yetirək. Alternativ xəbər buraxılışımız ötən Foçla Kronikasının vaxtıdır. Buyurun izləyin. Ermənistan politologları Qarabağda müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcəyini etiraf edirlər. Erməni analitik İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətli ola biləcəyini deyir. Birincisi, iki ölkə arasında Deyəsən çox oldu. Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq. Birinci variantda tərəflər müharibə aparacaq, beynəlxalq ictimaiyyətin səyi nəticəsində tərəflər yenidən... Dünən mənə zəng eləmişsən. Lakin o da faktdır ki, Azərbaycan sürətli hücumla Ermənistana ciddi zərbələr vura bilər. İkinci variantda Türkiyə Azərbaycana hər tərəfli kömək edəcək və müharibəyə qoşulacaq. Bu zaman... Nə deyəcək? Azersel'den yeni DJ Max tarifi. Şimdi daha çok internet, daha çok DG ve ekstra gigabaytlar ile rakamsal dünyanın keşfet. Sosyal medya ve diğer tedbirlerden maksimum faydalan. Digimax. Здорово. Senin ritmine До uygun. встречи! Счастливого пути! Here's a secret millions around the world already know. iHerb is the best value for quality health and wellness products, delivered right to your door. For 29 years, over 40 million customers around the world trusted us as the #1 online health and wellness store. From careful storage to delivery right to your door, we make sure every vitamin, supplement, and wellness essential arrives with the quality you deserve. And right now, to celebrate 29 years of doing it right, enjoy up to 29% off site-wide. Shop now at iHerb.com. Azərbaycanın Xarici İşlər Naziri Anın dedikləri düzdür. səfəri çərçivəsində Prezident Əbdülfəttah Əl-Sisi tərəfindən Akşamlarını qatışdırdın getdi. Cavab da vermədim. salamlarını və məktub Misiri dövlət başçısına çatdırıb. Prezident Əbdülfəttah Əl-Sisi salamlarını və xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib. O qız həqiqətən içi küçədə yatırmış var. Ətəm, sən yeməyini ye. Ankara C planını işə salıb. Planda əsas məqsəd türkmənlərin... Sən qarışma. Əbə utanmırsan elə bir qızla görüşürsən. Hələ üstəlik bir onu yeməyə də dəvət edirsən. Ne olsun ki? Tanrı olmalıdır ki. Neydi o qızın adı? O qızın haqqında bizim evdə mən ki, danışılmağını, heç adın çəkilməyini istəmirəm. Ətəm, ona bir sual vereyim. Nə sual verəcəksən? Yox, hatta başka bir şey soruşmak istedim. Ha, buyur. Olar bankda mənim adımı hesab açasam? Olar. Sən bank hesabı nəyinə lazımdır? Toxuduğum şərfi qəzaya düşmüş tələbə yoldaşıma hediyə verdim axı. Kim gördüysə hamısı da bəyəndi. Hətta sifariş də verdilər. Ona görə də istəyirəm ki, özümə internet mağaza açım. Olar qızım, olar. Niyə də olmasın, əcəb edirsən aç. Belə dilərək. Sizə nuş olsun. Mən getdim. Ахал Хекта, до встречи. Удачи тебе. Видишь, что... Нужно подойти поближе. Что? Рома. Хек Корта. Kamil müəllim, Çağır. dünən İmran müəllimlə
Надеюсь, еще увидимся. Удачи тебе. Siz neynədi? Məni xəbərdar eləmədən Telmanla görüşdürdü. Ne Telman? Fuad müəllimin atası. Harada görüştün? Dünən Afaq xanım bura gəlmişdi. Şübheleri birbirinden ayrılmak mürekkep işte diye çalışıyor. Bax belə Kamil müəllim. Məni də sırğalamaq, çağırdırmaq, özü də Telmanla üz-üzə qoymaq. Sen de Telman. Yox, nə danışırsınız Kamil müəllim? Bir kəlmə də deməmişəm. Düzdür, Telman çox yalvardı mənə, amma mən bir kəlmə də demədim. Çox yaxın. Elə Fuad müəllim sizin yanınıza gəlməyi də Telmana İmran özü deyil. İki gün evvel payitaxt Ankara'dan ağır ayrıldı. Qadınların Şırnak vilayetinin Sürücü rayonuna götürüldü. Türkiye İsrail'in İsrail'in itibarlı mənbələrine istinadən Xoş olsun. İsrail'de 300'e kadar 60 Bilmirsən ama niyə səbədə? Ankara her tankının modernizasiyası için 2-3 milyon dolar ödemeli olacak. Qeyd edək ki, Fatih Məhəmmədə 2 səsinə qədər Türkiye ile İsrail arasında Kamil elə biləsən ki, Bəli. sənin Kamillə nə gizli söhbətin var? Sən onu nə dedin ki, o ilə səbləşdin? Dilarə xanım, gizli söhbət nədir? Dünən Afaq xanım bura gəlmişdi, bilirsiniz. Siz evdə olmayanda mən taxdığım sırğaları gördü, yaman bəyəndi. Mən də dedim satdıqdır. Biləndə ki, satdıqdır. Dedi, mən alıram. Zəng elədi İmran müəllimə, danışdı, razılığını aldı. Mənə də dedi ki, gedib pulunu İmran müəllimdən alarsan. Mən də axşam burada evdən çıxanda getdim İmran müəllimlə görüşdüm ki, sırğaların pulunu almaq üçün. İmran müəllim də mənə dedi ki, məndə pul yoxdur. Gedib pulu Kamil müəllimdən alarsan. Sən indi Kamilə nə dedin? Mən elə Kamil müəllimə, sizə dediyimi Kamil müəllimə də dedim. Dedim, bəs mən indi neyniyim? Kamil müəllim, bəlkə siz İmran müəllimə deyəsiniz. Bəs sən İmrandan soruşmursan ki, arvadına sırğalırsa, pulunu niyə Kamil verməlidir? Dedi ki, Afaq xanım mənim arvadımdırsa, Kamil müəllimin də bacısıdır. Get pulu Kamil müəllimdən alarsan, onun pulu çoxdur. Kamil müəllim də elə bu sözə əsəbləşdi. Afaq bəs salam. Əleyküm əssalam. Eşidirəm. Kim?
Сначала нужно выбрать цель. Danışın. Kim olacaq? İmran. Sözümü de. İmran. Bəli. Нельзя сдаваться. До встречи. Увидимся. За грань. За грань. За грань. Kamil müəllim gəlir, əsəbi Kamil müəllim. Kamil salam. Mən sənə nə pislik eləmişəm İmran? Orada реклама, burada реклама. И играть не получается. Nə olur ki? Ha, sən niyə mənim qəsdıma durursan İmran? Sen niye böyle danışırsın? Ne oldu bakalım? Qaşını çatıb. Sən niyə mənim qəsdıma? Ha? Bir qayın kimi mən bədbəxtlar sahibiyim ha? Açı bir de görək nə eləmişəm də. Sən bilmirsən? Sən Bu ne sözü danışırsan ha Kamil? Sən nə pəyaz adamsan ha? Ağzını danışma. Ayıbdır. Üzüm gəlmir deməyə. Hər dəfə mən sənə söz demək istəyəndə apaq gəlir gözümün qabağında durur. Sən bilmirsən nə olur? Dünənləri Ofeliya ilə Telmanı görüşdürməmsə. Ne? Kamil. Uşaq Мне ol. нужна цель. Çarı çıxaq qoy stol üstə. Kamil. Sonra pişman olacaksın. Nəyə peşman olursun ha? Hədəliyirsən Lari. Larisa deyəcəksən. Sen fikirləşdiyin qədər də ucuz adam deyiləm. Deyən oğlan indiyənə qədər deyərdi. Ağzından sözü çıxartmamış. Çəkinə bax, sonra danış. Açarı çıxart stol üstə qoy. Mənlə minnətlə danışmayın. Küçədə qalmış birinin sözünə baxıb bu nə sifətdir mənə deyirsən? Hala, açarı sox gözünə. Стою слишком далеко. Amma, Kamil, sən İmranın canı üçün əsl həqiqəti biləndən sonra üzümə baxmağa utanacaqsın. Adam abırsız olmaz. Sən özünə. İmran, salam.
Səni təbrik edirəm Ağsaqqal. Niye? Açarları təhvil verdim. Get götür. Ne açar? Türküsən. Güya xəbərin yoxdur. Bəs niyə gəlmirsən? İçeri girsin ha. Türkçe de varsan çakal saçsın. Əsəbləşmə, Ağsaqqal, əsəbləşmə. Müdirin də əsəbidir. Sən hirslərin cüvunla birdən sözünü çəp gələr. Paris. Mən sənin ananam. Sənin ucunu heç kimi tanıyıram. Ola bilməz ki, 2 gün tanıdığın qızdan ötürü bu qədər fikir çəkəsən. Gəl sən mənə yalan danışma. Nəyin fikrini eləyirsənsə, onu dinləmə. Что тебе здесь нужно? Qızla hara getmişdim. Иди с миром. Bilge, hə? He. Orada nə gördün? Kimi gördün orada? Ром. Sənə kim deyir ki, mən orada kimsə görmüşüm? Порта. Sizə nə oldu? Dayın yalan deyir. Nə deyir ki dayın? Əbdül deyir ki, Bilgəhdə Larisa görür. Dayı Larisanı görür. Hə. Özün bilmədən, bir anda necə məsələn özü bilmədən bir daha adam başlayırsan emin-eminən ayılırsan ki, manafa. Hə. Sənə də özü dedi. Bəli. Nə dedi dayı sən? Dedim Muştabama beri Larisan görmüş ha. Yox, elə birbaşa demədi. Adını qoydu ki, güya yuxuda görüb. Dayı Larisan doğrudan görüb, yoxsa yuxuda görüb. İki başlı danışdı. Ona görə də bir şey anlaya bilmədim. Əgər dayımın sözü səni bu qədər narahat edibsə, atıya niyə demirsən? Soruşdu özündən.
Mən bir şey versəm, o Fuada çatdıra bilərsən. Pasportda. Fuad mənim demişdi ki, xarici pasportu da verməlisən. Fuad deyib sana. Hı, pasportda. Nə vaxta çatdırmalıyam? Bilmirəm ki, istəyirsən elə bugün çıxanda axşam verərsən. Bəlkə indi lazımdır, qoy bir zəng vurum soruşum da. Fuada zəng gəlirsən. Qapıya baxın. Alo, Fuad müəllim, salam. Слишком Sağ ol. Pasportu götürmüşəm, məndədir. не достаю, слишком далеко. Problem yoxdur. Bir saata gətirərəm. Hara gətirim? Şəhər kənarında görüşsək olar. Larisa deyirəm. Belə lazımdır. Mənim Larisa ilə söhbətim var. Amma Nərgizin xəbəri olmasın ha. Baş üstə arxayın olun. İndi gedirsən. Saat neçədə çıxacaqsan? Oldu Fuad müəllim. Oldu, sağ ol. Fuad müəllim, zəhmət olmasa 3-4 dəqiqəyə zəng eləyərdiniz də. Sən gözləyəcəm. İndi gedirsən. Anaya nəsə demək lazımdır. Yox, bir dəqiqə. Dilara xanım deyəsən orada olmalı. Что-нибудь нравится? Иди. Hayırdadır. Sən düş aşağı, pəncərədən bax. Gör bacın səndən ötürü özünü necə orada gözə vurur. Надеюсь. Necə görüb bilmirəm. Sən nə görürsən orada bilmirəm. Amma eşit. Əgər nəsə bilirsinizsə, Приглянулось ondan что-нибудь? bilirsinizsə, bir gün üstü açılanda onu sizə bağışlamayacağım. Mən heç nə görməmişəm. Удачи тебе. Çox sağ ol Leyla. Xoş olsun. Sağ ol. Рома. Üzr istəyirəm. Я Alo? Bəli, Firuzə xanım. Nə? Nə danışırsınız? Bəlkə yıxılıb? Ay qız, nə olub? Bağçadan zəng eləyiblər, deyirlər uşaq məkandan yıxılıb, başı çapılıb. Həkim var orada. Sən bunu icazə almaqdan ötürü edirsən? Bəli, Firuzə xanım. Nəsə kömək lazımdır? Yox, çox sağ olun. İndi özüm gəlirəm. Gəlirəm. Get Ofeli, get. Çox sağ olun, Dilara xanım. Ofeli bir şey lazım olsa zəng elə. Sağ olun. Увидимся. Aç. Hesap. Yükümlülüğü hisset. Иди с миром. Bəli, Kamil müəllim. Kadırlar şubesine de İmran'ın emrini versinler. İmran işten çıktı. Bugünkü gün, bugünkü tarihte. Oldu. Tamam, buyurun. Sağ ol. Yusuf Mahalle. Hoş geldin sen. Hoş geldin olsun. Buyur. Geç, paylaş. Kapıda İmran'la rastlaştık. Надеюсь, еще Yine ağzına gelen увидимся. danışırdı. Nasıl olur? Eşi o cehennem
olsa ne, onun adını benim yanımda çəkmək Yusuf. Bugün çıktı işten. Sen ne yaxşı gelmişsin. Kamil. Удачи тебе. Dünən Fariz gelmişti yanıma. Ha. Ne değildi? Fariz sizi görüp Kamil. Приветствую. Прощай. Fariz. Abi niye demirsin? Larissa. Oğlum da orada olur. Canım uşağım. Yəqin bizdən istəyir. Adam da ehtiyat edir ki, bizdən gelib özünə nəsə eləyir. Ben şüphelenmiştim hiç. Ona göre de çağırdım buraya. Çok soru söyledim. Ben bir kelime de sözlemem. Atasın. Yerin özü yok. Ya da utanır. Gel sen benim sözüme kulak as Kamil. Larisa'nı gönder Rusya'ya. Fariz de çağır bura. Her günden Larisa Rusya'dadır. Uşağı görmək istəyəndə hərdən bir zəng gəlirəm, gəlir, görüşürük, sonra yenə də çıxıb gedirlər. Yoxsa məsələnin axırısı olacaq. Hər halda mən belə məsləhət verirəm. O ki qaldı təbliğ məsələsinə. O boş şeydir. Yəqin Kəbdüzdə görüb Larisanı. Anlaşır da dükanlara. Bilgəyə gedə bilməz. Bacısında ürəyinə xalsa almamaq üçün adını yoxa qoyub deyib ona. Yəqin hazırlaşdırır Dilara. Ama Чем могу помочь? gec tez ona Дай мне deyəcək. адрес. Adını çek kulağına vur. Ne? Geldi. Əbdül, Ya, onun burada ne işi var? bilmirəm biz, bilmirəm. Sen benim canım. Sen heç ne demem. Görev özüne deyir. Yaxşı. Yaxşı. İmran oradadır. İmran müəllim
bəs? Bilmirəm, çıxıb işdən. İşdən çıxıb. Siz kimsiz, sizə nə lazım? Kamil burada da. Bəli, Kamil mənim buradadır. Sizə nə lazım? Mənim gözləyin. Gözləyin bir dəqiqə. Kamil mənim. Narahat olma, özünüz abınız. Gel, kapını da bağla. Gel Abdül, gel. Gel otur. Əşi gedirəm, işim var. Bu İmran nə deyir? Bir işdən çıxıb. Çıxıb, gücün çıxıb. Nədən oğlum? Nəsə də görüşməliydim, işim var idi onunla. Görüşməlisən, zəng elə görüşdü. Da yıxıram da telefon cavab vermir axı. Yəni, nə məsələdir? Rahat deyil. Maşın məsələsidir. Hə də Kamil. Danışmışdıq ki, İmranın maşını satıb, Yusuf'un pulunu qaytaraq. Əbdül. Yusuf, xahiş edirəm, bir dəqiqə deyən, nə Əbdül? Müştəri də tapmışam, beyin qabağınızda almışım, bir alacaq yoxdur ortalıqda. Mən səndən xahiş edirəm, bir dəqiqə deyən. Danışma məmişəm. Adam evindəki qızılları satıb, gətirib kassaya pul qoyub, xeyri olar. Niyə görə? Deməli sənin telefonundan cavab vermir. Heç cavab vermir. Gəl onda mənim telefonumdan yığaq. Mənim nömrəmə cavab verər. Tez qalx bayra. Orada rahatlı danışmaq. Ürəyində nə sözün var, hamısını denən. Yusuf müəllim, sən Allah. Bizi bir dəqiqə bağışla. İşin yox. Alın. Calling all traders. Want to compete for thousands of dollars without risking anything? Join XM Demo Competitions. Trade with virtual cash to win real withdrawable cash prizes. XM Demo Competitions are open to all traders, whether you're just starting out and need trading ideas or have experience and want to test your strategies. Best part, it's 100% free to join. Join XM Demo Competitions. You've got nothing to lose and cash prizes to win. Бывает, когда хочется просто с кем-то поговорить. Она не будет упрекать, не будет молчать. А и девушка всегда на связи, день и ночь. Поболтать, поделиться эмоциями, услышать теплый ответ.